Hər vaxtınız xeyir gənclər. MAQ həmişə öz ənənəsinə sadiqdir. Bir-birindən maraqlı və aktiv gənclər tanımaq və tanıtmaq missiyasını nəzərdə tuturam. Əgər siz də mən bacarıqlıyam deyirsinizsə, deməli ən azı bir dəfə MAQ-ın studiyasında qonaq olmusunuz. Yox, əgər biz sizdən xəbərsiziksə, deməli elə indicə sosial şəbəkələrdən bizə yazırsınız və bizim studiyamızda qonaq olmaq şansını əldə edirsiniz. Elə növbəti qonağımız kimi. Qonağımız isə İnkişaf Mərkəzi layihəsinin koordinatoru Nuranədir. Buyur Nuranə, xoş gəlmisən. Nuranə, mənə maraqlıdır. Ümumiyyətlə, İnkişaf Mərkəzi layihəsinin mahiyyəti nədən ibarətdir? Öncəliklə qeyd edim ki, İnkişaf Mərkəzi onlayn, bizim layihənin adı elə keçir. Layihənin müəllifi Telman İbrahimovdur. Azərbaycan Respublikası Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibi seçilib bu layihə və bunun gerçəkləşdirilməsi üzərində işləyirik. Layihə təlimlərin keçirilməsi və bunların video şəklində çəkilib, sonradan YouTube-da kanal vasitəsilə yayımlanmasıdır ki... Yəni, hansı mövzularda burada təlimlər keçilir ki? Təlimlərimiz demək 4 gün davam edəcək və müxtəlif. Birinci təlimimiz olur daxili motivasiyanın formalaşdırılması. Bu olub artıq 20 fevral saat 11:00-da keçirildi. İkinci təlimimiz şəxsi inkişaf nədir və necə formalaşdıra bilərik? Bu 21 fevral tarixində artıq keçirilib. Növbəti təlimlərimiz isə karyera planlaması 27 fevral tarixində və biznesin qurulması 28 fevral tarixində. Bəlkə də diqqət etdiniz adlarından ki, ilk öncə biz daxili motivasiyamızı inkişaf elətdiririk, sonra şəxsi inkişafımız üçün çalışırıq ki, bizim hədəflərimiz, məqsədlərimiz nələrdir, bunların ardıcıllığından necə özümüzü inkişaf etdirə bilərik və hədəf məqsəd qoyduqdan sonra artıq karyeramız hansı yöndə gedəcəyimiz bəlli olduğu üçün bunun planlanması və biznes sahəsində özünü inkişaf etdirmək istəyən şəxslər üçün biznesin qurulması necə qura bilərik, hardan başlamalıyıq və hansı aspektlərdə nələrə fikir verməliyik. Bəs bu təlimlərdə kimlər iştirak edib? Yəni, gəncləri necə çağırmışsınız, dəvət etmişsiniz? Öncəliklə, belə deyib, bu layihə nə səbəbdən yarandı, onu sizə deyim. Biz 100 tələbə arasında sorğu keçirdik və təlimlərə olan münasibətləri necə idi? Təlimə maraq böyükdür, lakin məlum maddi və vaxt etibarı ilə çoxsunda alınmırdı. Biz bu layihəni yaratdıq, video çəkiliş edib kanala yerləşdirməkdən və layihəni ödənişsiz, təbii ki, dövləti layihəsi olduğu üçün ödənişsiz keçirdik. Və maraq çox böyük oldu. Hər qrupda 25 nəfər idi. Təlimlər nədən ibarət idi? Yəni, sadəcə təlimçilər çıxırdılar kütlə qarşısına və onları nəyisə izah edirdilər, yoxsa burada nəsə testlər həyata keçirilirdi və yaxud da başqa... Təlimçi elə Telman bəyin özüdür, Telman İbrahimov. Telman mənim, həmçinin mənim özüm də 2-3 il əvvəl öz müəllimim olub təlimdə. Belə deyək, təlim necə keçirilir? Bir növ praktika. Məsəl üçün, biz deyək, hədəflərin qoyulması, bunu nəzəri yöndən təlimçi izah edir və sonradan hər kəsə tapşırıq şəklində verilir ki, öz hədəflərini qoysunlar. Hədəflər qoyulur, hər kəs deyir və buna necə çata bilərik, təlimçidən məsləhət almaq da tapşırıq formasında hazırlayıb gətirməkdir bu aspektdə. Bəs gənclərin aktivliyi qane etdimi, yəni bu layihə çərçivəsində sizi? Əlbəttə. Gənclərin aktivliyi sizi qane etdi, bəs maraqlıdır, gəncləri ən çox maraqlandıran suallar hansı idi? Bəli, hər təlimə görə dəyişik. İlk öncə motivasiya təliminə gələnlərdə özünə inam yox idi. Bu üzərindən işləndi və insanlar həqiqətən də biz bu uğuru əldə edə bilərik. Şəxsi inkişafda biz nələri oxuya bilərik, hansı təlimlərə qoşula bilərik. Belə də hər təlimdə ona uyğun suallar var idi və kimə maraqlı idisə o təlimlərə qoşuldu. Hətta hər 4 təlimə də qoşulmaq istəyən gənclər var idi ki, hər birinə gəlib qoşulsunlar. Biz ümumiyyətlə bu motivasiya mövzusunda dəfələrlə mövzu qoymuşuq, müzakirə etmişik, müxtəlif təlimçilər studiyamızda qonaq olub və öz üsullarını, texnikalarını bizimlə bölüşüblər. Gənclərimiz də, izləyicilərimiz də bunu xatırlayırlar yəqin ki. Amma hər kəsin öz individual bir texnikası var da bu istiqamətdə. Bəs maraqlıdır, sən də iştirak etmirsən həmin layihədə, yəni əyani şəkildə görmüsən həmin təlimləri. Bəs sizin təlimlərin xüsusiyyəti nədən ibarətdir? Yəni motivasiyalı olmaq üçün, insanın özünü motivasiya edə bilməsi üçün nələr etmək lazımdır? Telman mənim təlimlərində belə öncəliklə onu deyim. Yəni
bir şey, bəzi dediklərini sonradan insan dərk edir ki, bu səbəbdən bunlar deyilib və bəzi metodları sonradan özün üçün dərk edirsən ki, bunları həyata keçirsəm, bunlar üzərindən keçsəm daha uğurlu olaram. Mənə görə motivasiya mənbəyi özümüzük. Təlimçi gedirik təlimə 2 saat, 3 saat və ya bir neçə dəfə gedə bilərik. Təlimçi müəyyən metodlar deyə bilər, amma o metodları tətbiq eləmək, ona inanmaq hamısı özümüzdən asılıdır. Öz güvəniniz, məsəl üçün, belə deyək, bir işə başladıq, həvəsdən tez düşürüksə, qayıdıb özümüzə deməliyik ki, mən buna çatmalıyam, bu mənim hədəfimdir. Hədəf qoymuşamsa çatmalıyım və bunlar bizi motivasiya edir. Məqsədlərin, hədəflərin olması və daim buna çalışmaq insana ən böyük motivasiya verir mənə görə. Yəni belə deyək ki, hər dəfə uğursuzluğa düçar olduqda və yaxud da ki, həvəsdən düşdükdə yenidən məqsədlərimizi və hədəflərimizi özümüzə xatırladaraq, özümüzə güvəni artıraraq yenidən addımlamağa çalışmalıyıq. Yəni yerimizdə durmayaq gənclər demək istəyir Nuranə. Bir də ki, bir şey də maraqlıdır, deyək ki, izləyicilərimizdə də bu sual altında qaldı bu məqam. Video hazırlandı, yəni təlimlərdən, çəkdiniz, düzəltdiniz. Nə zaman yayımlanacaq və harda yayımlanacaq? Onu izləmək istəyənlər necə əldə edə bilərlər? Belə deyək, hələ 2 təlimimiz olmadığı üçün, yəni bu həftə sonu olacaq. Onlar da çəkiləndən sonra YouTube-da həmin adda kanal açılacaq və orada yerləşdirəcək videolar. Yəni İnkişaf Mərkəzi online və online. Layihə həqiqətən də maraqlı layihədir. Son zamanlar ümumiyyətlə gənclərin diqqət mərkəzində olan bir layihədir. Çünki motivasiya, özünü inkişaf və s. bu mövzular çox gündəmdədir hazırda. Bəs bu layihənin davamı gözlənilirmi? Nələr planlaşdırırsınız? Bəli, belə deyim, bu layihə bu təlimlər layihənin ilk mərhələsidir. Davamlı olaraq ikinci mərhələ olacaq. Yəni yeni layihələrin keçirilməsi və YouTube-da yerləşdirilməsi. Dediyimiz kimi hədəfimiz gənclərə, təlimlərə qatıla bilməyən, müəyyən səbəblərdən qatıla bilməyən gənclərə daha çox çıxmaq, daha çox gənclərə məlumatlandırmaq. Bu səbəbdən yəni davamlı olaraq bu ödənişsiz deyək, təlimlər davam etdiriləcək, yəni bu aspektdə. Təşəkkürlər Nuranə. Çox sağ ol ki, gəldin və bu layihə haqqında məlumat verdin. Gənclər, siz də özünüzü motivasiya etmək istəyirsinizsə, mütləq YouTube-a daxil olaraq həm bizim verilişlərimizi izləyə bilərsiniz bu mövzuda hazırlanan, həm də ki, İnkişaf Mərkəzi online layihəsini izləyib özünüzü motivasiya edə bilərsiniz. İnsan üçün ən maraqlı olan məşğullar olur. Mən də indi eyni vəziyyətdəyim. Sırada bir sujetimiz var, amma onun nə haqqında olduğunu bilmirəm. Gəlin izləyək və birlikdə öyrənək. Canlıların bir çox xüsusiyyəti var ki, bu xüsusiyyətlər öyrənilib hal-hazırda texnologiyaya tətbiq edilir. Xüsusiyyətləri öyrənilib texnologiyaya tətbiq edilən canlılardan biri tardigratlardır. Bu tardigratlar ən kəskin təbii şəraitə belə tab gətirirlər. Belə ki, bu canlılar müsbət 151 dərəcədə bir neçə dəqiqə ərzində yaşaya bilir. Mütləq sıfır qəbul edilən mənfi 272 dərəcədə isə bir neçə dəqiqə ərzində yaşaya bilir. Həmçinin bu canlı çox yüksək atmosfer təzyiqinə də tab gətirir. Belə ki, 6000 atmosfer təzyiqində bu canlı yenə həyatda qala bilir. Susuzlaşdırılmış şəraitdə 10 ilə qədər yaşaya bilir. Həmçinin çox yüksək radiasiyanın da təsirlərindən özünü qoruya bilir. Bəs bu proses necə həyata keçir? Bu kriptobiozis adlanır. Canlı öz həyatı funksiyalarını dayandırır və yenidən su olan bir mühitdə olduğu zaman, daha mülayim bir iqlim olduğu zaman yenidən həyatı funksiyalarını bərpa edir. Canlı daha kəskin bir təbii şəraitə düşdüyü zaman bu halda hüceyrələrindən suyu çəkir. Hüceyrələri tamamilə susuz olur. Amma buna baxmayaraq trihaloza adlanan bir şəkər molekulu ifraz olunur ki, həmin o şəkər molekulu daha əvvəllər suyun həyata keçirdiyi funksiyanı həyata keçirməyə başlayır. Ona görə də alimlər tardigratların bu xüsusiyyətlərini öyrənib hal-hazırda tibb sənayesinə tətbiq etməyə çalışırlar. Belə ki, insan qan verdiyi zaman bu qan müəyyən komponentlərə ayrılır və adətən dondurulub saxlanılır. Amma insan qanını təşkil edən elə komponentlər var ki, məsələn, trombositlər, bunlar laxtalanmaya xidmət edirlər. Trombositləri dondurub saxlamaq mümkün deyil. Çünki trombositləri dondurduğumuz zaman yenidən həyatı funksiyalarını bərpa etmək mümkün deyil. Ona görə də trombositlər otaq şəraitində saxlanmalıdır. Amma otaq şəraitində də trombositləri 3-5 gün saxlamaq mümkün olur. Çünki daha çox qaldıqları zaman virusların, bakteriyaların təsiri ilə tamamilə məhv olurlar. Alimlər tardigratların sahib olduğu bu xüsusiyyətləri trombositlərə tətbiq edirlər. Trombositlər ilk öncə susuzlaşdırılır, daha sonra trihaloza, şəkər məhlulu içərisində saxlanılır və şəkər məhlulu daha əvvəl suyun həyata keçirdiyi funksiyanı həyata keçirməyə başlayır. Və daha sonra bunu qurudaraq dondurulur və toz halına gətirilir. Təsəvvür edin, trombositlər toz halına gətirilir və toz halına gətirilmiş trombositləri 2 ilə qədər saxlamaq mümkün olur. Daha əvvəllər cəmi 5 gün otaq temperaturunda qala bildiyi halda toz halına gətirilən trombositlər 2 il müddətinə qədər qala bilir və yenidən ona su əlavə etdikdə həyatı funksiyalarını bərpa etməyə başlayır. Burada nəyi müşahidə edirik?
təbiətdə yaradılmış çox mükəmməl xüsusiyyətə sahib olan bir canlı var, bu tartiqratdır. Tartiqrat ən kəskin təbii şəraitə belə tab gətirir, amma onun xüsusiyyətlərini öyrənib hal-hazırda tibb sənayesinə tətbiq etdiyimiz zaman insan həyatı üçün faydalı ola biləcək yeni bir xüsusiyyət əldə edir. Bəlkə də gələcəkdə insan qanı tamamilə toz halına gətiriləcək və hərbiçilər bundan istifadə edə biləcək və yaxud da insan kök hüceyrələri toz halına gətiriləcək, daha sonra xəstəliklərin müalicə edilməsində istifadə ediləcək. Bəlkə də gələcəkdə vaksinlər, məsələn, onların daşınması, saxlanması çox ciddi şərait tələb edir. Vaksinlər də yenə toz halına gətiriləcək və insan həyatı üçün daha faydalı bir hala gələcək. Və bütün bunlar hamısı 1 millimetr ölçüsündə olan tartiqrat adlanan və ya ənincəklər adlanan bir canlının xüsusiyyətləri öyrənilərək istehsal ediləcək. Və bu da mükəmməl yaradılışı göstərir. Maqlar, dünyada sülh üçün bir çox layihələr həyata keçirilir. Onlardan biri bizim gənclərin ağlına gəlib. Elə isə növbəti qonağımızı qarşılamaq istəyirəm. O sülh üçün oyuna layihəsinin müəllifi Orxandır. Buyur Orxan, xoş gəlmisən. Orxan, sülh üçün oyuna layihəsinin ideyası necə yarandı? İlk öncə dəvət üçün təşəkkür edirəm. Bütün gəncləri sizin vasitəsilə, verilişiniz vasitəsilə salamlayıram. Sülh layihəsini əslində 2013-cü ildə belə deyim, mən Azərbaycan Gənclər Avropa İnteqrasiya Təşkilatının nümayəndəsiyəm və bizim təşkilat bütün dünyada hər il 21 sentyabrda keçirilən beynəlxalq su şəbəkəsi olan Peace Foundation su şəbəkəsinin üzvüdür. Bu şəbəkəyə 300-dən artıq beynəlxalq təşkilatlar üzvdülər və dünyanın məşhur simaları həm də bu təşkilat vasitəsilə insanları sülhə dəvət edirlər. Biz 2013-cü ildən həmin təşkilatla müxtəlif layihələr həyata keçiririk. İlk layihəmiz Photo Flash Mob for Peace adı altında olmuşdu. Növbəti ildə 2014-cü ildə International Peace Youth Forum, yəni gənclər 14 ölkədən 20 gəncin iştirakı ilə gənclərin beynəlxalq sülh forumu həyata keçirmişdi. Biz 3 gün ərzində Füzuli rayonunda xaricdən gələn gənclər vasitəsilə orada məcburi köçkünlərimizlə, dövlət nümayəndələri ilə, məktəblərlə görüşlər həyata keçirmişdik. Bu il fikirləşdim ki, daha çox bu təşkilat müxtəlif məşhur insanların sülh mesajlarını, roliklərini hazırlayır və həmin roliklər vasitəsilə insanları bir gün sülhə dəvət edirlər. Mən də düşündüm ki, bizim sülhlə bağlı iş görən, Azərbaycan dünyada tanınan məşhur simalarımız var. Onlar vasitəsilə videoroliklər hazırlaya bilərik və bu videoroliklər vasitəsilə Azərbaycanların, Azərbaycan vətəndaşlarının sülh mesajlarını dünyaya çatdırmaq olar və sülh üçün oyna layihəsini mən Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fonduna layihə olaraq təqdim elədim və layihəyə müsbət qarşılandı. Və biz ilk olaraq 18 sentyabrdan 23 sentyabra kimi 14 məşhur insana, yəni bura həm müğənnilərimiz, həm jurnalistlər, həm dövlət nümayəndələri iştirakı ilə videoroliklər hazırladıq və videorolikləri biz sosial şəbəkələrdə paylaşdıq, hashtaglarla müəyyən həmin dünya Peace Day hashtagı ilə paylaşdıq və belə bir müddətdən üzərindən keçəndən sonra həmin təşkilatın rəhbəri var və həm sülh günü, 21 sentyabr sülh günü yaradıcısı var, Jeremy Jelly, məşhur bir Hollywood aktyordur, həm də rejissorudur. O bizə bir məktub gəldi ki, mən çox istərdim ki, Azərbaycan gəncləri ilə bir Skype call təşkil edəm və onların sülhə mesajlarını və sülhün necə görməsinə bağlı Skype call vasitəsilə onlarla sizin bu video paylaşımınızdan sonra izləyib və maraq yaratmışdı. Bəli, həmin cür. Və biz noyabr ayında 30 dəqiqədən artıq olaraq həmin Jeremy Jelly ilə Skype call təşkil olundu. Burada Azərbaycanda yaşayan digər millətlərin gəncləri də iştirak elədi. Onların sülhə, həmin Jeremy Jelly-yə aid sualları verildi və o çıxışında belə bir Skype call-da belə bir
bildirdi ki, mənim 2016-cı ildə əsasən xarici o səfərləri, müxtəlif ölkələrə səfərlər edir və çalışacağam ki, 2016-cı ildə Azərbaycana səfərim, çünki çox maraq yaratdı onun üçün. Orxan, layihənin çox maraqlı bir məqsədi var. Ümumiyyətlə insanlara, dünyaya birlik olmağı, sülh şəraitində yaşamağı, qəddarlıqdan, kobudluqdan uzaq olmağı belə deyək də aşılayırsınız, bu mesajı ötürməyə çalışırsınız. Bəs maraqlıdır, ümumiyyətlə layihə nəyə görə sülh üçün oyuna adlanır? Sülh üçün oyuna ona görə adlanır. Mən bayaq danışdığım layihənin birinci etabı idi. İkinci etabı isə 12-15 yaş arası məktəbli şagirdlər arasında futbol turniri idi və ona görə də sülh üçün oyuna layihəsinin mən ona görə adını belə bildirmişdim və həmin təşkilatın belə bir sloqanı var ki, One Day, One Goal adı altında bütün dünyada futbol turnirləri həyata keçirirlər. Mən bu turnirin Azərbaycanda da keçirilməsini fikirləşirdim və buna görə də bu layihənin sülh üçün oyun layihəsinin ona görə adını belə qoymuşdum. Artıq oyunlar başlayıb, yoxsa hələ başlayacaq? başlayacaq? Bəli, oyunlar həyata keçirilibdir. Belə ki, 8 komanda və hər komanda 8 nəfər iştirak eləməklə 64 məktəbli şagird iştirak elədi. Hardan bəs yığdın o şagirdləri? Belə deyəm, əsasən mən daha çox Sabunçu rayon ərazisində bunu keçirdim. Orada məktəblərə bildirişlər göndərdik, posterlər göndərdik ki, belə bir turnir keçirmək istəyirik və turnir 9, 10, 11 fevral tarixlərində həyata keçirildi. Qrup mərhələ oyunları, yarımfinal və final və qaliblər birinci, ikinci müəyyənləşdi. Bəli, və həmin təltif etmə mərasimində Qarabağ Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov iştirak elədi. Bəs nəyə görə məhz futbol? Nəyə görə futbol? Bu dəqiqə belə deyim sizə, dünyada ən çox məşhur olan idman növlərindən biri futboldur. İnsanlar iki futbol, başqa komandanın futbol oyunlarını izləyirlər. Əsas hamının, hər bir komandanın azarkeşin ya futbolçunun məqsədi odur ki, qalib gəlməkdir. Amma futbol elə bir idman növüdür ki, insanları həm sevindirir, həm həyəcanlandırır, həm qələbə hissini yaşadır və futbol vasitəsilə insanlara, uşaqlara əsasən məqsədimiz o idi ki, 12-15 arası uşaqlar arasında bayaq qeyd etdiyiniz kimi insan zorakılığının qarşısının alınması, onlarda sülh mədəniyyətin formalaşmasında biz bir töhfə verək, dəstək olar. Buna görə də bu yaş arasında biz futbol turniri həyata keçirdik. Maraqlıdır Orxan, bəs bu sülh layihəsi ilə hansı mesajı çatdırmaq istəyirsən ki, bu izləyicilərə? Bəli, ilk öncə mənim əsas məqsədlərimdən biri qeyd etdiyim kimi dünyaya bizim gənclərimiz, yenə videolar gördüyünüz simalarımızın mesajlarını dünyaya çatdırmaq idi ki, biz az sülh və əmin-amanlı bir ölkədə yaşayırıq. Azərbaycan Respublikasının istər dövlət siyasətində olsun, istər insanların istəklərində əsasən də bizim yaşadığımız regionda sülhün bərqərar olmasıdır. Əfsuslar o ki, bizim 20%-dən artıq işğal olmuş torpaqlarımız var. Hər bir Azərbaycan vətəndaşının arzusudur ki, işğal olmuş torpaqlarımız sülhlə bərpa olunsun, qaytarılsın və bütün dünyaya biz sülhü elə Qarabağdan mesajlarına, biz orada böyük, daha digər olan konflikt zonalara mesajlarımızı çatdıraq və bu qədər. Sabunçu rayonu ərazisi. Bəli, 148 nömrəli məktəbdə. Düşünürsən ki, bu layihənin davamı gəlsin və digər Bakının digər rayonlarda, hətta bölgələrimizdə də bu layihə həyata keçirilsin, davam etdirilsin. Axı sülh təkcə kiçik bir ərazi ilə bitmir. Yəni bunu genişləndirmək lazımdır, şaxələndirmək lazımdır. Bəli, düzdür. Həmin qeyd etdiyim kimi, bəli, təşkilatın 2014-cü ilə bir statistik rəqəm demək istəyirəm. Dünyanın 79 ölkəsində bu formal sloqan altında 5000 artı futbol turniri keçirmişdi. Mənim ilkin, bəli, balaca və amma bir Sabunçu rayonu arasında 148 nömrəli məktəb arasında keçirdik. Amma mənim indi daha çox biraz bunu böyütmək istəyirəm. Region gənclərimiz də bu layihəyə iştirakını istərdim, iştirak olunsun və bununla bağlı qurumlara müraciət etməyə fikirləşirəm. Çünki bizim nə qədər belə bir futbol turniri həyata keçirsək, yəni bu layihələr həyata keçirsək, birincisi ölkəmizin
tanınmasına bir dəstək ola bilərik. Həm insanlar, gənclər arasında idmana, sağlamlığa bağlı onları təşviq edə bilərik, həm də onların arasında sülh mədəniyyəti formalaşmasına bir töhfə verə bilərik. Bəli, mən təşəkkür edirəm gəldiyinə görə. Həqiqətən Mən də də sizə çox maraqlı bir layihə hazırlamısan, bir gənc kimi maraqlı mesajlar çatdırmaq istəyirsən. Tək ölkəmizdəki şəxslərə, vətəndaşlara deyil, bütün dünyaya bu mesajı ötürməyə çalışmısan. Uğurlar arzu edirəm sənə. Çox sağ ol ki, belə işlər görürsən. Mən də sizə işlərinizə uğurlar arzu edirəm. Təşəkkür edirəm. Vətənin uğrunda can verənləri heç vaxt unutmaq olmaz. Onları xatırlamaq və daha yaxından tanımaq üçün elə biz də Milli Qəhrəmanlar rubrikasını yaratmışıq. Gəlin həmin rubrikanı izləyək və daha bir milli qəhrəmanımızı daha yaxından tanıyaq. Od ürəkli, od nəfəsli diyarın övladlarıyıq biz. Qanımızda şücaət, rəşadət axır. Biz var olduqca bu vətənə heç bir yağı yan gözlə baxa bilməz. Hər an canımız sənə sipər olsun. Can Azərbaycan. Əkbərov Akif Abbasoğlu 2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyant kəndində anadan olub. Orta təhsilini Beyləqanda alıb. Hərbi xidmətin ardından Beyləqan rayon Daxili İşlər şöbəsində polis nəfəri kimi fəaliyyətə başlayıb. 1991-ci il avqust ayının 5-də şöbənin bir neçə əməkdaşı Kəlbəcər rayonunun Sarıyer yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün ezam olunur. Onların sırasında Akif Əkbərov da var idi. Erməni quldurları yaylağa tez-tez basqın etdiyindən onlar daima ayıq-sayıq idilər. Növbəti hücumlardan birində polis işçiləri əhalini qorumaq üçün döyüşə girməli olur. Akif döyüşdə düşmənə göz açmağa imkan vermir. Düşmənin xeyli canlı qüvvəsi məhv edilir. Amma qəfl açılan namərd gülləsi Akifdən yan keçmir. O qəhrəmancasına həlak olur. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 sayılı fərmanı ilə Əkbərov Akif Abbasoğluna ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib. Beyləqan rayonundakı küçələrdən biri şəhidin adını daşıyır. MAQ bugünə olan missiyasını bitirdi gənclər. Biz gənclərin isə missiyası bitmir. Gənci özü böyük qüvvədir. Biz özümüz, ailəmiz, vətənimiz üçün o qədər işlər görməliyik ki, bu haqda da ətraflı danışacağıq. Amma gələn buraxılışlarımızda. Bugünlük isə bu qədər. Görüşənədək. Hələlik.